Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, hörmətli xanımlar. Xanım sözü türk dünyasında yerlə səmanın arasında olan malik qüvvənin sahibi, əsasında parlayan ulduz, günəş, ay deməkdir. Yəni, xanım müqəddəs, bir ailənin başçısı, gələcək türk nəslinin soyunu daşıyan uşaqların anası deməkdir. Xanım müqəddəs sözdür türk dünyasında. Məsələn, türk dünyasının ən qədim soylarına gedəndə Şumerlərə kimi arvad sözü də. Məsələn, türkmənlərdə saxlayıblar, ərəblər götürüb o sözləri, farslar götürüb bizə. Yəni, bir ailənin təməli, nəslin daşıyıcısının, uşaqlarının anası, o evin sahibi və insanlıq aləminin varlığı, Türk kökünün daşıyan baş tacı deməkdir. Hörmətli xanımlar, mənim fikrim, sözüm bəzi xanımlaradır. Xanımlar yol yürüyərkən, yəni yol yeriyərkən, xanımlar incə yeriməlidir. Nazlı yerişi ilə öz gözəlliyini, xanımlığını ortaya qoyar, kimliyini. Xanımlar şən günlərdə, toylarda rəqs edən zaman xanımlar nazlı oynamalıdır. Və ondan seçilməlidir ki, bu xanımdır, incədir, bir ağac budağında şehli bir yarpaq deməkdir. Qızılgül yarpağı deməkdir. Yəni, qızılgül kimi iyi verməlisiniz. Qızılgül kimi gözəl olmalısınız. Qızılgül tikanlı da olsa, amma yəni xanımların incəliyi qızılgülün yarpağıdır. Qızılgülə toxundun, yarpağına qırılıb düşəcək. Xanımlar da o formadadır. Yəni, xanımlar türk dünyasında və fərqi yoxdur, millətindən, iriqindən asılı olmayaraq, bir ailənin gələcək soyunu daşıyan ana deməkdir. Bəşəriyyətdə, kainatda insanlar varlığının anası deməkdir. Xanımların incə gülüşü, incə yerişi, incə danışığı, xanımlar danışarkən incə danışıqdan və yaxud da gözəl, xoş, əfalı sözlərdə gülümsəyərsə, sevinç, şad günlərində xanımın, yəni dodaqlarının yan hissəsi qaçmalıdır belə. Və eləməməlidir. Bəzi xanımlar var, erkə at kimi kişiniyir. Şəxsən mən elə bir xanımları görəndə utanıram. İnciməyin məndən, məndən irad tutmayın. Bizim millətin son zaman daxilində olan bəzi parazitlər var. Yaxşı sözə də gülürlər, pis sözə də gülürlər, rəy yazırlar, başlayırlar. Bir-birimizə, bizə düşmən lazımdır. Bizim daxilimizdə hamı bir-birinə düşmən. Yəni, əhalinin sayına görə insanlar bir-birinə düşməndir. Paxıllıq çəkir, qohum, əqrəbə, genetik qalıb bir kənara. Yəni, millətçilik qoyaq kənara. Bu dəqiqə doğma ailə üzvləri insanların bir-birinə düşmən çevrilir. Bir-birinə lağ edir. Görürəm, biri xəstəyə gülür, biri əlillərə gülür, biri nə bilim, hansısa bir rəydə, bir ölüyə gülürlər, sevinirlər. Belə şeylər rast gəlir. Azərbaycanda yaşamağıma artıq belə cəmiyyətdə, belə insanların içində utanıram. Çalışıram ki, tərk eləyin bir ölkədə səhiyyəsi güclü olan, vətəndaşını sevən, ona baxan, yəni bizim ölkədə xəstəxanaya düşdün, gərək 3-4 uşaq pulun olmalıdır. O da bilmirsən nə olacaq. Yəni kimliyimizi itiririk get-gedə. Bir-birimizə dəyər verməyi bacarmır o. Hamı bir-birindən irgənir, hamı bir-birindən çəkinir. Səliqə sahman vacibdir, şərait olan yer. Amma insanlar dərindən düşünməlidir, insan necə yaranıb, ən murdar tüpürcəkdən yaranıb. Onu dərindən düşünsə, kiməsə də murdar deyə bilməz. Amma səliqə sahman varlıq üçün, yaşamaq üçün su həyatdır. Su oksigendir, su varlıq demək.
su çəmənlik deməkdir. Bol təbiət deməkdir. Hörmətli xanımlar, sizdən artıq dərəcədə xahiş edirəm. Bəzi xanımlaradır sözüm, bəzi o qız uşaqlarının oynadan xanımlaradır sözüm və bəzi qızlaradır. Oğlan kimi atlanıb, hoppanıb düşməyin. O oyundan şəxsən mənim xoşum gəlmir. Bir qız uşağının, bir xanımın oğlan kimi oynamağı, atlanıb düşməsi, mən başqa cür fikirləşirəm də, mən onu yəni bir xanım kimi hiss etmirəm. Çünki onun gələcəyi sıfır, onun gələcəyi heç nə. O elə bilir ki, atlanıb düşməklə hamı mənə baxır, yaxşı oynadım. Nə bilim, şəxsən mən bir kişi xeylaxı olaraq, bir insan olaraq, elə bir xanımlar, hoppanıb, atlanıb düşən xanımların elə o rəqsinə mən irgənirəm. İncimin, bu mənim təbiətim budur. Xahiş edirəm, yəni heç kim pis fikirlə də yozmasın. Mən bir Azərbaycan vətəndaşı olaraq, Azərbaycan oğlu olaraq, mən qəbul edə bilmirəm, həzm edə bilmirəm belə bir oyunu. Siz edirsiniz, məsələn, mən edə bilmirəm. Məsələn, mənim etmədiyimi siz qəbul edirsiniz, sizin qəbul etdiyinizi mən qəbul etmirəm. Yəni, ona görə ki, fərqli düşüncələrimiz var. Amma deməyin ki, geridə qalıb, 41-45-də qalıb. Yox, mənim yaşım az da olsa, amma dünya görüşdən baxıram, fikirləşirəm ki, bizim milli dəyərlər itir. Hörmətli Nazirlər Kabineti, hörmətli Milli Məclis, hörmətli Mədəniyyət Nazirliyi artıq dərəcədə xahiş edirəm. Bir vətəndaşın səsinə səs verin. Avropa geyimlərinin bizim ölkədə cırıq-cındır şalvarları, gələcəyimizi məhv edən geyimlərin qadağan edin. Gətirəni cərimə edin $70.000. 70.000 manat. Nə bilim, dollarla da cərimə edin, milli pulla. İndi temunu bağlamaq istəyirsiniz, geyim gəlməsin, sizin ticarətçiniz çökür burada. Buna hər şeyə bax, yumurtanın saxtası, duzun saxtası, hər bir məsələni saxtasını gördük. Azərbaycanda ən böyük, çətin, qarşı durma məsələ, ən böyük məsələnin ciddiyyətinə, varlığına gedəndə torpaq məsələləridir. Torpaq bölgədə daimi Azərbaycanda torpaq münaqişəsi var, qırğınları var. Yəni, nə üçün? Çünki mən elə başa düşürəm ki, heç kimin vecinə deyil. Bu torpaqlar da bölünəndə, bu milli geyimlər də Sovet hökumətindən sistem qalan, belə çıxır ki, o köhnə kişilər deyir ki, Sovet. Çünki Sovet onların beyninə necə opub ki, yaşlı insanlarda elə danışanda deyir Sovet. İndi niyə danışmırlar? Sovetin öz sərt qanunları vardı, müasirlikdə də başqa cür var. Mən də razılaşmıram Sovetin bəzi qanunları. Amma Sovetin vaxtında məktəb geyimləri bir dənə qərar vardı, qanun vardı. Və topuğa kimi geyinən də vardı, dizə kimi də geyinən vardı. Belə qanun mədəni. İndi yaşlı nəsil daha məndən gözəl bilir. Amma indi məktəb geyimlərindən pul qazanır. 2 gündən rəngi dəyişir. Mənim qardaşımla geyimi vardı, məktəb forması. Nə bilim, 50 yaşa çatır o. O geyim hələ də qalır. Öz figurunu, öz standartlığını itirməyib. Baxırsan, elə bilirsən, bir gün alsın. Amma hər yay dərs sezon vaxtında, məktəblərin vaxtında, sentyabr ayı, hər bir Azərbaycan vətəndaşı, məktəbə gedən vətəndaşların geyimi ən azı 3 dəfə, 4 dəfə dəyişdi. Belə insanların qəlbinə toxunursunuz, cibinə girirsiniz, yıxırsınız evi. Olmaz. Bizə düşmən lazım deyil. Biz millətimiz bir-birinə da zaten hamı bir-birinə, qohum əqrəbə də bir-birinə düşmən olur. Ölüyə gülürlər. Ölünün üstündə oynayırlar, araq vururlar. Nə bilim, yaddan çıxdı getdi. Eysan yeməyə tələsənlər çoxdur. Eysan şəklini çəkib paylaşanlar çoxdur. Eysanı dostuna, sevgilisinə şəklini çəkib atır, mən Eysan yeyirəm. İnanmırsan, bax, atır şəklini, mollanın da şəklini atır göndər. Neçələri mən görmüşəm elə. Görməsəm o sözü demərəm. Mən fikirləşirəm ki, artıq burada bu cəmiyyətdə yaşamaq millətçiliyin, irqini, soyunu, kökünü itirmək demək. İnciməyin, xahiş edirəm.
Hər biri Azərbaycan vətəndaşından, məmurundan və sadə vətəndaşından. İnciməyin mən. Bunu xalq, millət bilir. Mən deyib ürəyimi boşaldıbsa özümdə sakitlik tapıram. Qəbul edə bilmirəm belə iyrənc vəziyyəti görəndə, işləri görəndə. Yenə də deyirəm, milli dəyərlər əsasında Mədəniyyət Nazirliyi hökmünü, qərarını verməlidir. Zırıq-cındır şalvar geyinən, açıq, yarıq gəlib göbəyə çatan, qadının övladı, özü nədir, onun övladı nə oladı? Deyəmərəm, %1-də yaxşı çıxar, qabiliyyətli alim çıxar. Onun nə vətən qoruyacaq, nə vətənə sevgisi olacaq. Ona elə bir 500-300 min dollar versələr, vətəni də belinə bağlayıb satacaq. Yəni, bundan öndə görmüşdür, düzdür, yaxşılardan ira. Qadınların, anaların, bacıların ağ birçəyi, onun əlavə yaylığı, kələyağısı, kələyağının öz gözəlliyi tam başqa idi. Kimliyini ortaya qoyurdu, o kələyağı. Katanlı, yəni onun üzərində bir türk möhürü var. Onu çox anlamaz, o katan var ha, katan türk möhürüdür. Tarixdə o Şumerlərdən gəlib türklərdə qalan, onu indi başqa-başqa adlara çıxardırlar. O türk möhürünün özünün bir dəyəri var idi. Bir dəyəri var idi. Onu da itirdik. Belə getsə, dünyada vampirləşib, zombiləşirik. Bu dünyaya, bəşəriyyətə, kainata ancaq bəla istəyirəm. Hər gün deyirəm, ey uca yaradan Tanrı, varsan, əgər həqiqətən Tanrı dediyimiz varsa, yox elə də bir dəfəni suyu, fəlakəti, zəlzələni elə canımız qutarsın. Görmək istəmirəm bu iyrəndi dünyanı. Da bu dünyadan irgəndim. Mən bu dünyaya gəldim yaşamaq üçün. Düzgün nəfəs alım. Düzgün dünyaya baxışım olsun. Da gəlmədim ki, bu dünyada torpaq davası, millətin bir-birinə davası, iyrənc geyimlər, iyrənc, nə bilim, indiki gənclər də ona görə evlənmir. Azərbaycanda ən çox sonsuzluq və Azərbaycan gənclərin evlənməməyin səbəbi də bax, belə vəziyyəti görürlər oldu. Nəsil düşəni, sanki elə bir qərbin siyasəti bu millətin, türk dünyasının üzərindədir. Yəni, uşaq pulu da verməyin, kökü kəsilsin bunların, sayı artmasın, işsizlik yaransın, aclıq yaransın, xəstəlik yayın. Bunlar evlənə də uşaq arta bilməsin, dünyanın ekologiyasını korlayır. Bax, bu günə düşdü. Çox dərinə getməyəcəm. Mənim xanımlardan artıq dərəcədə xahişim var. Xanımlar incə olmalıdır. Xanımların yerişi incə olmalıdır. Gülüşü incə olmalıdır. Yerişi nazlı olmalıdır. Xanımların oynayarkən nazlı, incə oynamalıdır. Öz kimliyini və Tanrının yaratdığı varlıq kimi özünü təqdim eləməlidir. Hoppanıb, atlanıb düşməklə ondan xanım olmaz. Mən şəxsən zəhləm gedir, elə oynayanları inciməsin. Bəlkə də mənim videom çıxar, hansısa bu oğlan sayağı oynayan qızlar deyər ki, bu nədir? Çünki onun səviyyəsi odur. Mən ona hesab demirim. Əgər o düşüncə ilə də olsalar, mənim xahiş edim, elə bir xanımlar gəlib rəy yazmaz. Atlanıb, hoppanıb, oğlan sayağı kimi, erkək at kimi, nə bilim, üzr istəyəm da demədim. Atlanıb düşən, kişiniyən, kəhər at kimi kişiniyən xanımlar mənim incirməyim. Xahiş edirəm, artıq incirməyim. Mən elə xanımlarla aram yoxdur, münasibətim yoxdur. Yəni, xoşlamıram elə xanımlar. Bir millət olaraq ona çalışıram, insan kimi hörmət edirəm. Amma onu elə geyimlər ki var ki, onu yarığı deyənə deyirəm, dizə kimi, cırıq-cırıq şalva, hər yeri görünür. Hər yeri görünür. Elə bəzisi var, keçən dəfə metroda idi, avtobusda, elə oturub, iki qıçında belə qoyub, kalkulyator, filtri hər yeri görünür. Nə bilim, ayıbdır, elə bir yağmayan maşın avtomobili çıxarmış. Xanımın oturuşu da bir dəyərli olmalıdır. Duruşu da olmalıdır. Ayağı isə belə aşıran, bu bizim milli mədəniyyətdə ziddir. Efirlərdə də, harada da, yanınızda da, mənim yanımda görürəm kimsə, hansaq oğlan uşaq olsun, istəyir xanım olsun. Əyləşəndə ayağın ayağı üstə oturdu, mən yerimi dəyişdim. Çünki ona mən, yerimi dəyişməyim ona hörmətsizliyimdir. Niyə hörmətsiz? Çünki o səviyyəsiz insandır. O hörmətsiz.
Mənim yanımda oturmusansa, normal ayağına otur yine, düz otur. Duran, oturursan, əyləşirsən, ayağına ayağı üstə atırsan, mən səni tanımıram, sən də mənə. Amma gör, mən heç kimi tanımam, bu gör öz aləmində, Avropa, bu azaddır, kimsə buna heç nə deyə bilməz. O, amma heç olmasa cəmiyyətdə, ictimai yerdə özünü bir adam kimi, adam balası kimi yapar. Ayağı üstə aşıran, istəyir kişi xeylaq olsun, istəyir qadın olsun. Cəmiyyət içində, ictimai cəmiyyətin içində, avtobusda, metroda, sənhədə, nə bilim, şadlıq evlərində, məclislərdə, tədbirlərdə mən ona belə ayağın üstə aşıran insanlara pis baxıram. O, çırpaqlaşmaq deməkdir, azad deməkdir, məməli heyvanlar kimi istədiyi yerdə, istənilən adamla cüddləşmə deməkdir. Yəni, mənim dünya vezimə deyil. İstəyir o çırpaq olsun, istəyir geyimli olsun. Yəni, bu o deməkdir ki, istədiyi adamla simpatiyan, görüşü sevişə bilər. Mənası budur. Mən bu cür izah edirəm onu. Ona görə onun milli dəyərlər əsasında bizim milli dəyərlərə uyğundur. O pozunçuluğun bir mədəniyyətsizinin əlamətidir. Bildiyinin necə? Elə fikirək ki, sənin pulun var, kömürlükdə basa-basdı, dünya savaşı gedir. Gəlirsən, eynək gözündə bu cür xəyal edin, təsəllür edin. Gəlirsən, çatırsan kömürlüyün məntəqəsinə, kömürlükdə durdun, çıxardırsan bir paska pulu atırsan, az eyni atandan sonra sən keçirsən, amma 12 saatda orada qalanlar var, keçə bilmir. Bu deməkdir ki, mənim nəyimə lazım bunlar qırıldı, öldü, virüs tutdu, korona tutdu, vampirləşdi, zombiləşdi, nə bilim, yoluxdu. Mənim əsas öz həyatımda keçdiyim get. Bax, bu formada o ayağı üstə aşıran mənası bunu xatırladır. Yəni, quyuya düşübsən, baxırsan, səs verirsən, hələ üstdən də bir dənə daş atırsan, deyirsən, nə var, nə o? Niyə düşmüşsən orada? Deyir, düşmüşəm də, gecəyə düşdüm, ayağım düşdü, bilmədim quyu var, getdim düşdüm. Yanında bir sap da var, nə bilim, ip deyirlər, örkən deyirlər. Məsələn, götürüb o, kəndiri sallamayacaq aşağı. Və yaxud da zəndirsə, zəndir pləkanı sallamayacaq aşağı. Halbuki atsa, o quyudan çıxa bilər. Keçib gedəcək. O qalsın, çürüsün, ölsün. Bax, bu ayağın üstə aşırmağın mənası da ondan uyğun gəlir. Yenə buradan təkrarən milli dəyərlər xanımlarımıza səslənirəm. Yaxşılar başımızın tacıdır, millətimizin onlara qurban olum, milli dəyərlərimizi qoruyan. Yəni, elə xanımlar var ki, məsələn, rast gəlir də, bax, hər yerdə rast gəlir. Baxırsan ki, elə özünü ki, aparır, deyirsən bundan yox. Amma get-gedə o saatlarla orada qaldın və yaxud da dəniz qırağında, görürsən ki, bu özün elə apardı axırda. Elə özün vəziyyətini gətirdi, görürsən ki, özünün boyu, məsələn, belə deyək, belə deyək də, 69-70-dirsə, görüşlüyü yanındakı oğlanın axırda, bu da piyan, o da baxırsan ki, oğlanın heç çəkisi heç 38-33 kilo deyir. Baxırsan, qıçı boyda ya uşağının yerində. Götürdülər, getdilər. Bax, ona görə irgənirəm mən. Çünki elə insanlar yaxşı gəlir, yer axırda haradasa körlüyür. Bildiniz mi? İnsanlar ağır olmalıdır. Ağır təbii, deyib gülmək də lazımdır, şənlik də lazımdır. Bu, müasir azadlıq dövrüdür. Amma iğrənc günə insanın özünü qoyması, dodaq şişirtmə, nə bilim, qulağın için şişirtmə, təzə çıxıb ki, buna boksçudur, dərman vururlar, qulağını şişirdirlər. Ya, bu boksçudur. Biri qolun gücün görsədir, biri nə bilim, belə eləyir, belə eləyir, biri nə bilim, nəysə vurur. O, düşük hərəkətlərdir. Mənasız həyat, gülünc həyatlar. Məsələn, mənim zəncir dartıb qırmağım, hər kəs deyir ki, bu səndən gözləməzdir, bu nə hərəkət? Dedim, mən çox məsəlçin şeylər edə bilirəm də, amma mən onları görsətmirəm. Çünki vaxtında eləmişəm, amma indi səhətimlə bağlı eləmirəm. Niyə? Məsəlçin, başımda kərpizlə qırırdım, belim musmarlarsa da uzandım, kubik də qırırdım, kvaxla başımda daşla qırırdım, nə biləm, metlaqı kərpizi başımda qırırdım. Niyə? Çünki vaxtında eləyirdi. Çünki onu görən yox idi, öz təbii yaşadığım kənddə
Məsəl üçün idmanla, hansısa bir balaca, nə ilə amma mən ona görə dedim, çəkdim ki, mənə deyirlər ki, bizim atanımız vardı, nədir adı yadımdan çıxdı ki, nəysə də Nizə atanımız vardı, onu paylaşmışdım. Elə belə də yəni başqa niyyətdə paylaşmamışdım yəni. Qəsdi qərəzliyi əsasında deyil. Mənə deyirlər ki, sən öz məharətini göstər də, adı onun atdığının 1 metrə 50 sant at. 1 metrə. Dedim, mən o işin məşğuliyyəti deyirəm. Deyirlər ki, o da onun məşğuliyyəti deyir ki. Dedim, o mədəniyyət yəni tərəfdəndir. O xalqın başında durandır. O heç olmasa təlim keçib alır. Mən amma təlimsiz ondan çox atarım. Ona görə ki, mənə deyirlər ki, belə, mən də bax, mən necə də atdım, zəncir də qırdım. Mənə lazımdır fokus göstərmək, ya nəyisə kiməsə göstərmək. Ehtiyac yox idi. Göstərərəm ya bundan da sonra. Prosta kimsə məni hansı sözlə acılayarsa, onun üçün göstərərəm. Mən orada şov verməyə getməmişdim. Mənim uşaqlığım çaylardan, məsələn sellərdən, kən yerində yaşayacaq körpümüz yoxdur. Su aparırdı bir 200-300 metrədə gedib çıxardı. Zülümlə, təsərrüfatla bağlı. Batardı, çıxardı. Gecə saat 11, 10, sel, daşqın, qar əriyəndə. Yəni heyvan da ötürürsən, keçir hansısa bir otlaq sahəsindən çıxır, gedir meşəyə girir, gətirməkdir taban. Qaldı canavar yerdi. O qədər sular, daşqınlar, o qədər rekordlara düşən həyat yaşamışıq, biz onları görməyəmiz. Amma mən görmüşəm, avqust ayında da sel görmüşəm. Qışda da dağlarda su aparır mən nə qədər. Şəxsən bizim yəni tək mən yox, rayon uşaqlar kənd yerində yaşayan uşaqlar bilir. O qədər başımıza təbii fəlakətlə şeylər olub, qayalardan ki yolumuz keçirdi. Təbii zəlzələ olanda daşlar qopub tökülürdü. O məsələn qışqırırdılar ki, heyvanları burax geri qayıt. Daşlar gəlirdi, iri-iri daşlar gəlirdi. Tonlarla, 20 tonluq, nə bilim 50 tonluq daşlar gəlirdi, 100 tonluq, 5 tonluq, 3 tonluq, 1 tonluq olsun, 250 kilo yüksək səviyyədən gəlirdi. Zəlzələ təbii olanda biz onun altından keçəndə təsadüf hala düşürdü üst-üstə. Heyvanları o daşlıqdan, o zəlzələdən elə keçirdirdi ki, yəni o daşlar gələndə. Heyvanı bir o qədər zərər görmürdü ki, qoymurduq ki, daş dəyə ölə. Amma fikirləşmirdik ki, biz də ölərik. Çünki biz valideyn üçün məsuliyyət daşıyırdıq ki, bu heyvanı salamat aparmaq. Əgər aparmasa, valideyn deyəcək ki, sən haradaydın, bu heyvanın belə oldu. Çünki kən yeridir, dolaşığımız yox idi, o idi. Məsələn, mənim imkanım olsaydı, kən yerində imkanımız olsaydı, mənə qızıl da versəydin, o 5 dənə heyvan, 8 dənə heyvan, o qayanın ortasında 100 dənə başda qalsaydı, mən o zəlzələdə oradan bir dənə daşla yazsaydı, keçməz. Çünki yox idi, ehtiyac bir dənə idi. Özümüzü ölümə verirdik, onu xilas edirdik ki, qoymurdu. Görürsən ki, təbii fəlakət oldu, bir 10 dənə getdirən camışı sel apardı. O qədər gözümün qabağında olub. O qədər əlimdən məsələn at aparıb, camış balasını aparıb, xilas, üçün xilas edə bilmişəm, 4-cüsünü edə bilməmişəm. Koldan yapışmışam, camışın quyruğundan yapışmışam, sel olanda. Gəlib çatanda keçirtmişəm, axırda su çoxalıb, sürətlənib, camış düzəsini dönüb, yəni su vurub döndərib, əl atmışam quyruğundan, kolda saxlamışam, su, bax, belə qayanın dibindən, yəni suyun enliyi var. O tarazlığını saxlayıb döndərmişəm ki, çıxıbdır. O qədər elələri olub, o qədər qayadan gedəndə elə insanlar olub ki, öz heyvanının quyruğundan yapışıb, qoymayıb ki, ta kömək gəlincə, saxlayıb orada. Özünü kola, ağaca, ayaqlarını diriyərək, yapışaraq, ta saxlayıb o gücünə. Yəni, həyatda o qədər başımıza, yəni yaşadığımız həyat tərzi ilə bağlı, kən yerində insan yaşayışı ilə bağlı təbiət hadisələrindən çox üzləşmişik. Amma mən baxıram ki, bizə deyilir kətçi, amma kətçinin mənim hərəkətimə baxın, indi sizin baxın. Haqq da tələb edənlər kətçilərdir. Bir dənə şəhərdə hər il minlərlə tələbə qutarır, heç biri də ağzını açmır. Ona görə də mən kətçilərə deyirəm, heç nəyin dərindən getməyin. O şəhərlər, o da özləri bilə. Necə yaşayırlar, necə qururlar, siz qarışmayın. Qoy, mitingdə gedirlər, siz getməyin. O şəhərlər getsin. Siz özünüz gedib pis eləməyin. Çünki kənd cəmaatına üstdən aşağı baxırlar. İndi bu son dönəmlər baxıram, nə qədər heyvancılıq azalır, meyvəçilik azalır, tərəvəz azalır. O il pomidoru neçə aldınız? Bolluq, hələ də yay qutarır, pomidorun qiyməti düşmür. Məsələ budur. Nəsə, çox dərinə getməyəcəm, hardan hara gəldi, mövzu ilə əlaqədar. Mənim cəmiyyətdən xahişim budur.
dövlətimdən xahişim budur. Bizim ölkədə geyləri, maviləri yoristə qoyun. Bu, bizim gələcək gənc əskərlərin milli dəyərli kimliyini məhv edir. O cümlədən, əgər buna başqa tədbir görə bilmirsinizsə, qorxursunuzsa, mənə bir salat verin. Mənə, yəni sizin nümayəndəniz əsasında ölkəmdə mən qəbul etmirəm. Mən lazım olan güc tədbirlərini köməyin verin, dəstək verin. Onları yığım köhnə gəmiyə mən hara yola saldığımı yaxşı bilərəm. Bu, gələcək gənc nəslimizin məhv olmasına gedib çıxır. Bu, milli geyimlərimizin dən kənara ədəbsiz mallar, geyimlərin ölkəmizə gətirənin də və özü şəxsi alıb gəlib burada tikən, kimsə də özü tiksə, dərzilik etsə, onları da qadağa qoyun. Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, daha dərindən getməyəcəyəm. Sağ olun, var olun. Video çox oldu, üzürlü sayın. Sözüm çoxdur, amma bir insan kimi öz fikirlərimi demək istədim. Mən də bu ölkənin, millətin vətəndaşıyam, soydaşıyam və mən də bu ölkə üçün, millət üçün ürəyi yananlardan da biri mənəm. Heç göz yumaram, heç demərəm. Mən də bu vətəndən ötürü, mən yenə deyim, oxuyub alim olan vaxtımda mən Rusiyadan 15 yaşımda torpaqlarımız deyildim, işğal altında deyə düşünüb qayıtdım, gəldim. Qalmadım və ikinci dəfə də getdim, müharibə zamanı eşitdim. Məsəl üçün, yenə ikincisi 44 gündən sonra yenə bizdə Xankəndi əməliyyat vardı. Mən orada bilet tapa bilmirdim ki, geri qayıdım. Yəni, təcili vətənimə gəlim. Vətənim Tanrı göstərməsə hər şey ani dəyişilə bilərdi. Ona görə mən də vətən üçün canımı yanıb gəlmişəm. Amma bütün şanslardan oradan atıb gəlmişəm. Öz həyatımı, belə deyəm, məhv olub gəlməyimə burada. Məhv oldum, bitdim. Amma mən öz rahatçılığımı atıb gəldim, çətinə də düşdüm, amma vətənim üçün gəldim. Mən də göz yumardım, mən də gəlməzdim, qalardım orada. Mən də deyəlim nəyimə lazım, kim yeyir, o da geçsin qorusun. Kimin xeyri var, kim rahat torpaq ala bilir, kim villa tikə bilir, kim nə xeyrinə yaxşı istifadə edir, kim xeyrin görür, biznes açıb, yaşaya bilir, vətəni də geçsin qorusun. Mənə nə xeyir, mən ev tikə bilməmişəm, gəncliyim gedib, gənc ailə yaşayıb, gənc ailələr ailə qura bilməyib, bax belə həyat tərzini götürəndə. İstədiyim kimi yaşaya bilməmişəm, bu torpaqda da mən vətəndaş deyiləm ki. Mən də bunu deyərdim, gəlməz. Öz o boyda Rusiya kimi şərait olan yerdə hər şey bolluq, keyfiyyətli, həkimi həkim, yaşayışı, 5.000-ə istədiyim evi ala bilərdim orada. Çatırdı. Çünki bu gənc nəsildir, Ruslar gedir Moskvaya, evlərdir, Barnalda, Şifrovdan, Urlovadan, Yamal ərazisindən, Sibirdən, Tayqadan, hər yeri doludur. Töküblə atıblar gediblər, ərazilər. Al, minbüt torpağıdır. 4 kilo əkirsən, 80 kilo kartoşka görürsən. Şifrovun özündə, Barnalında, bolluq, kalkosçuluq. Nəyə gələrdim ki? Toyuq istəyirsən, toyuq salaq. Qoyun isə bu fərasatın asılıdır. Şərait də yaradırlar orada. Material da boldur. Söküntü orada pulsuzdur. İndi firmalar vardır. Ev, torpaq aldığın ev tikmək asandır. Materialdan, dəmirdən nə istəyirsən bu oldu. Nə istəyirsən? Hamam vannaları, paltar yuyənlər təzə, orada da 4 ildən artıq maşın, avtomobil sürmürdülər deyə. Məsələn, paltar yuyən təzə alıb, akvaryum var, böyüdü. Məsəl üçün 2-nin 2-yə ya 1-in 3 metrə, 4 metrədir. Məsələn, təzə köçürüm dövlət tərəfindən indi tarakan olduğu üçün özlərinə heç nə aparır. Təzə alıb, qalırdı o. Məsələn, durub onu Azərbaycana göndərsəydi, bir 30-40 min, 100 min paltar yuyən göndərərdi, ən az. Təzəyə işləmir. Amma burada nədir? Burada işləmişlərə yaxın getməlidir. Orada heç təzəni gətirib, heç bəlkə 1 ay, 5 gün, 3 gün işlətməyib. Məsələn, köçüb edəndə, dövlət ev verəndə qalır. Hər şey orada yerində. Çəkib paylaşmadım, qismət olar, yolum bir də düşsə, çəkərəm onları, sizə göstərərəm. Yəni, siz öz sözümün həqiqətini sizə göstərərəm. Çünki orada bolluq içindən atıb gəlmişəm. Demişəm, acıda qalsam, susuzda qalsam, min bir xəstəliyi də tapsam, sürünsəm də ilan kimi. Amma vətənin çətin günə düşər, Tanrı göstərməsin, deyərlər, atdı qaçlayır. Çünki mən az yaşımda Rusiyada olanda çeçenlərə, ermənilərə hörmət var idi, bizə yox idi. Biz hər yerdə keçə bilmirdi. Sancı tutmuşdu məni, ölürdüm, qeydət vaxtı bitmişdi.
Rus həkimi iynə vurmurdu. Sənət tələb edirdi, ölürdü, ilan kimi qıvrılırdı. Baxdım, gördüm ki, onlara hörmət ikəndən bizi heç hörmətsiz eləyirlər. Bitkə çörəkdən ötürü və xəstəliklərdən üzrə valideyn üçün, müalicə üçün didərgin, az yaşlı, soyuqlarda ayağın maraz vursun, gedcinən bu hörmətsizliyə gör. Yəni, üzr istəm ifadəmə görə itə hörmət qoyurlar, bizə qoymur. Alkaşa heç yemək alıb verməzlər, verərlər. Məsələn, itə də alıb verirlər. O Ruslar itə qoyduğu hörməti türk millətinə qoymur. Çünki bunlar türkdür deyə, Azərbaycanlıdır, müstəqil istəyib ayrılıb, coğrafiyanı parçalayıb, siyasəti yürüdürlər beyinlərində. Mən o cür düşünürdüm. Amma bu, ikinci Qarabağ savaşından sonra mən ora getdim. İndi hər kəs salam verir. Tanıdım, tanımadım, bilirdi ki, Azərbaycan geri var, forması var üstümdə. Salam verirdi, iki əllə görüşürdülər. Düzdür, içimizdə orada düşmənlər, Azərbaycandan getmə bəzi qüvvələr var, düşmənçiliğin davam edir. Həmin şəxslər, həmin tayfalar özü ermənilərlə oturdur edir. Çünki onların restoranın qabağından keçirdim, gördüm ki, bəzi vətən xainləri var. Ermənilərlə orada deyib, gülür, oturur, maşını, nə usta, görürsən də bu dan, məsələn, bir-birini çağırır, haçarı gətirir maşına, məsələn, deyir. Görürsən ki, Azərbaycanlıdır, ləhcəsindən bilirsən hansı bölgənin adamıdır, kimdir. Əksəriyyəti onların ya İrana işdir, ya da ora işdir. Çünki onların düşmənçiliyi edən, pisliyi edən insan olur. Amma vətən həsrət çəkən hər yerdə vətən çəkir. Sevən hər yerdə sevəcək. Bildin, daşın altında da olsa, suyun altında da olsa, səmada da olsa. Ona görə sağ olun, təşəkkür edirəm, özünüzə yaxşı baxın.